Əgər saçın yağlıdırsa, kəpək əleyhinə alandan sonra deməklə ki, mənə bu kömək etmədi. Saçın yağlıdırsa 1000 manatıdır şampun alsın, o sənə xeyir eləməyəcək. Birinci nə edirsən? Yağlı saçlar üçün alırsan, başını yuyursan bir dəfə 30 saniyə masajla 30 saniyə qıraqda gözləməklə bir dəfə yudun, sonra gətirsən kəpək əleyhinə. Kəpək əleyhinə də onun ardınca 2 dəfə yuyursan və bunu 4 gün davam edirsən. 4 gün 40 saniyə 40 dərəcədən də yuxarı istilik olmamaq şərti ilə suyun istiliyindən söhbət edir. Özün qızdırman da var. Qulaq asın mənə. Əsas odur. Amma sonradan mən nə elədim? Fikirləşirəm ki, sizə çox baha başa gəlməsin deyə yağlı saçlar üçün aldın 18 manata, bunu da aldın 18 manata. Elədi 36. 30 manat verəcəksən, 36 yox. 30 manat verəcəksən. Yaxşı, hamısında da və bütün bizim bu müalicəvi şampunlarımızda da hamısında 30 saniyə başı masaj edirsən, şampunla 30 saniyə kənarda gözləyirsən. Ondan sonra saçını yuyursan. Yaxşı dostum, yadınızda saxlanın. Əgər saç yağlıdırsa, birinci yağlılığın qabağını alın. Sonradan saç dökülməsinin əleyhinə, nə bilim, normal saçlar üçün var, hər növ saçlar üçün var, duş gelimiz var. Və bir də buradan üzümü tuturam salonlara. Salonlar, nömrələr var. İstəyirsinizsə sizə nümunə gətirsinlər, versinlər. Baxın, yoxlayın, pulunuzu istəmirik. Gətirib qoyuruq sizin vitrinimizə, özünüz satırsınız və topdan qiymətinə verəcəm sizə. Pərakəndə qiymətlə satırsınız, keyfiyyətli görəndən sonra özünüz bizə zəng vuracaqsınız. Yaxşı dostlar, hələlik. Takip atmağı unutmayın.